gün biz işləyəcəyik for dövrü ilə. Deməli, ümumi xatırlayaq görək kim var dərsdə. Bilal, if, else, if, else, if, else. Bunlar arasında nə kimi fərq var idi? Müəllim, if əgər idi, else isə əks halda deməkdir. İngilis dili müəlliminə dərin təşəkkürlərinizi çatdırırıq. Sonra If, else ilə else, if'in nə fərqi olduğunu deyirsiniz? bax, bir var if, else, bir də var if, else, if, else. Bunların nə kimi fərqi var? Yəni, bunu nə zaman istifadə edirik? If, else, if, else. Bunu nə zaman istifadə edəcəyik? Müəllim, if, else müəllim alt şərt olanda, amma if, else-də isə mən çox şərt olanda istifadə edirik də. Doğrudur. Yəni, bir neçə şərtin yoxlanılması tələb olunursa, o zaman bizə else, if-də lazımdır. Xatırlatma üçün ümumi yazım. Deməli, məsələn, string ad olsun. Sin ad. If ad bərabərdir Bilaldırsa. Müəllim, Bəli. siz ekranınızı paylaşmırsınız. Unutmuşam. O qədər şey açdım ki, bunu paylaşmağı unutmuşam. Deməli, ümumi ilk olaraq if, else, if, else-ni xatırlayaq, sonra keçəcəyik digərlərinə. Deməli, biz dərsdə Bilalı, nə bilim, Bilal, İlham, Fuad və s. bir neçə adı yoxlamalıyıq. Bilalı yoxladıq. Artıq else, if yazıb, biz burada adın İlham olub olmadığını yoxlaya bilərik. Sonra burada out olsun, sağ ol. Sonra növbəti else, if. Burada adımız olsun, məsələn, Nurlan. Burada out, hello olsun. Və else, out, digər möhtərəmlər dərsə qoşulmayıb. Oğlanlar cəhətdən nəzərə deyirəm. Məncə elə 2 nəfər də Yusif köhnələrdəndir. İndi yeni öyrənən uşaqlar arasında. Deməli, bu belə. Bu oldu bizim təkrarımız. İndi biz for dövrünü keçəcəyik. Burada kim var dərsdə? İlham. For dövrü, ümumiyyətlə dövr ilə, dövrü algoritmi ilə nə kimi iş görəndə istifadə edəcəyik? Dövrü algoritm necə olur, nə zaman istifadə edilir? Yəni, nə zaman ehtiyac yaranır dövr algoritminə? Eyb yox, Banu. Nəsə dedim. Banu buyur. Biz daha konuşmayı bizə bir işi daha çox təkrarlamaq lazım oldu istifadə olunur. Bəli, biz if, else ilə, baxın, burada yazıb göstərim, fərqini siz daha yaxşı başa düşün.
Biz bugüne kadar if, else ile işlədik. Məsələn, elə yazdığımız kodda şərtimiz Bilal idi, İlham idi və Nurlan idi. İndi baxa görə bunu blok sxem kimi necə göstərə bilərəm? Başlanğıc, adı daxil etdim. Birinci şərti qoydum. Adım Bilal'dırmı? Hədirsə salam yazmışdıq. Yoxdursa növbəti şərtimizi yoxlamışdıq. Burada artıq adımız İlhamdırmı dedik. Əgər deməli, əgər İlhamdırsa, burada nəsə iş gördük. İlham deyilsə, üçüncü adı yoxladıq. Ad bərabərdir Nurlan. Əgər Nurlandırsa, burada nəsə etdik. Deyilsə də, else də digərləri dərsə qoşulmayıb yazdıq. Bu bizim blok sxemin if, else üçün olan versiyasıdır. Biz yoxlamışdıq kodumuzda Bilal, İlham, Nurlan. Hər birisinin, əgər Bilal olsaydı öz işi, İlham olsa öz işi, Nurlan olsa öz işi var idi. Əgər Bilal olmasa, gedib başqa bir şərt yoxlamalıydıq. O səbəbdən İlham else ifdə idi. İlham olmasa, başqa bir şərt yoxlayırdıq. Nurlan da else ifdə idi. Amma Nurlandan sonra artıq else iflər yox idi. Else var idi. Yəni son variant Nurlan da olmasa, artıq biz bunu belə deyək, son çıxış yolu kimi digərləri, nə bilim nə, bu cümləni çapa verirdik. Bu oldu bizim şərt algoritmimiz, şərti algoritmimiz. İndi isə bizə lazımdır dövr algoritmi. Dövr algoritmində nə baş verir? Başlanğıc gəlir, məsələn, x, y-i daxil etdik, tutaq ki, hər hansısı bir ədədlər olsun. Şərt qoyuram, məsələn, x üstə gəlsin, y-in cəmi ondan böyükdürmü? Tutaq ki, x-imiz olsun 1, y-imiz olsun 2, belə bir şey. Əgər bu hərdirsə, bunu düz yazmadım, yəni hə oxu aşağıdaymış kimi düşünün. Hərdirsə, x bərabərdir, x üstə gəlsin 1 edirik. Deməli, hərdirsə aşağıdakı düsturları yoxdursa da başqa bir iş tapacağıq. Deməli, hərdirsə x bərabər x üstə gəl 1. Yəni, x-imizi və y-imizi bir-bir artıracaq. X-i artırdıq, növbəti mərhələ y bərabərdir, y üstə gəlsin 1. Tutaq ki. Sonra geri döndüm bura yenə. Bunu etdikdən sonra isə bu əslində kiçikdir olmalıdır, səhv yazdım. Mənim x-im 1, y-im 2-dirsə, onun cəmi ondan kiçik olacaq. Əgər ondan kiçikdirsə, x-i y-i artırıb, ondan kiçik olmayanda artıq çıxıb çapa verəcəm. Bu olsun çap funksiyası x-in, y-in qiyməti. İndi yoxlayaq. Birinci dövr. X-imizin qiyməti 1. Bu arada, algoritmdə budaqlanan algoritm, dövrü algoritm olduğunu bu geri qaydan ox vasitəsilə təyin edə bilərik. Deməli, x-imiz birinci dövr üçün 1-dir, y-imiz 2-dir. Şərtimizi yoxlayırıq. X üstə gəl y ondan kiçikdirmi? 1 üstə gəl 2 kiçikdir 10. Bu düzdür. Şərtimiz true'dur. Düşürəm x-i 1 vaid artırıram. X-im 1 idi. 1 üstə gəl 1 oldu 2. Y bərabərdir. Y üstə gəlsin 1. Y nə idi? 2. 2 üstə gəl 1 bərabərdir 3. Artıq biz x və y-in qiymətləri olaraq 1 və 2-yə yox, ən son aldığımız qiymətlərə baxacağıq. İndi növbəti dövr. Növbəti dövrü yanında yazacağım. İkinci dövr. X-imizin qiyməti 2, y-in qiyməti 3. Cəm x üstə gəl y ondan kiçikdirmi? 2 üstə gəl 3 kiçikdir 10.
Düzdür. Yenə x-i 1 vayd artırıram. 2 idi, oldu 3. Y-i 1 vayd artırıram. 3 idi, oldu 4. Növbəti dövr artıq biz bu qiymətlərə yox, ən axırda aldığımız qiymətlərə baxırıq. X-imiz 3, Y-imiz 4. X üstəgəl Y kiçikdir 10-durmu? 3 üstəgəl 4 olur 7, bu da kiçikdir 10. Bu true alınır. X 3 idi, 1 vayd artırdıq, yəni bu düsturlara əsasən. 1 vayd artırdıq, oldu 4. Y-imiz 4 idi, 1 vayd artırdıq, oldu 5. Keçirik növbəti dövrün həllinə. Yəni dövrün, belə deyək, 1, 2, 3-cü dəfə gedir dövrümüz. Artıq 4-cü dəfə göndəririk, çünki x üstəgəl y həllində şərtimizi ödəyir. X-imiz 4, Y-imiz 5-dir. X üstəgəl Y kiçikdir 10-durmu? Bəli. 4 üstəgəl 5 kiçikdir 10. Bu ödənilir. X-imiz 4 idi, oldu 5. Y-imiz 5 idi, oldu 6. Artıq mən gedib yoxlayıram. X-im 5, Y-im 6-dır. X üstəgəl Y-im ondan kiçikdirmi? Bu olacaq artıq yox, false. O səbəbdən X-in, Y-in ən son nəticəsini çapa verəcəm. Yəni bu ayrıca bir dövr sayılmır. Çünki X-imizin qiyməti oldu 5, Y-in qiyməti oldu 6. Gəlib yoxladım. X üstəgəl Y ondan kiçikdirmi? Yox. O səbəbdən bura getmədiyi üçün bu hissə dövrün gövdəsi adlanır. Dövrün, yəni bu düsturlar olan sahə bu aid deyil. Dövrün gövdəsi adlanır. Gövdəsi. Düsturlar olan sahəni biz getdik neçə dəfə? 4 dəfə getdik. 4-cü dəfə gedəndə x-imiz alındı 5, y-imiz alındı 6. Bunları qayıdıb yoxlayanda 5 üstəgəl 6 ondan kiçikdirmi? Yox. Yəni bura 5-ci dəfə girmirik. O səbəbdən məsələn, bizdən soruşsa ki, neçə dəfə dövr gedib? Cavabımız olacaq 4 dəfə. Ən son nəticəsi də x-də 5-dir, y-də də 6. Yəni, bu algoritmimizin cavabı 5 və 6 olur. İndi, oxşar qaydada biz öyrənəcəyik kod yazmağı. Yəni, biz burada eyni düsturları hər dövr üçün fərqli qiymətlərlə, yəni birinci dövrün sonunda x, y üçün nə aldımsa, getdim ikinci dövrdə onları qoydum, hesabladım. 2-dən 3-ə qiymət qoydum, hesabladım. 3-dən də 4-ə. 4-də aldığım qiymətlər artıq son qiymətlərim oldu. Bu olur bizim dövr algoritmimiz. Oxşar qaydada biz dövr operatorlarından da istifadə edəcəyik proqramlaşdırma dillərində. İndi baxıram. Dövr algoritmlərimiz iki cür olur, iki versiyası var. For dövrü var, bir də var while dövrü. Hal-hazırda bizim, belə deyim də, for dövrü adlanır sayğacılı dövr. Sayğacılı dövr. Çünki for dövrü neçə dəfə gedirsə, biz bunu bilirik. Amma var növbəti dövr, növü while. Bu while dövrü şərt doğru olduğu müddətcə gedir. Mənim sizə nümunə yazdığım tapşırıq əslində while dövrüdür. Şərt qoymuşam, o şərt doğru olduğu müddətcə işimiz getdi, digər halda çap etdi və bitirdi. For dövründə isə müəyyən bir ədəd olacaq. Məsələn, dövrümüz 5 dəfə gedir, 6 dəfə gedir. O qiymət bitənə qədər biz dövrümüzü həll edəcəyik. Ona da nümunə göstərim. Başlanğıc x, y burada olacaq. Biz for dövrünün algoritmini qurmaq istəyiriksə, orada biz şərt qoya bilmərik. Çünki for şərtli dövr deyil. Burada biz şərt qoymuruq. Burada biz sayğac açmalıyıq. Sayğac. Həmin bu sayğacı da modifikasiyalı dövr. Yəni bu blok ilə aça bilərik. Belə deyim. Bu
məktəb proqramında səhv etmirəmsə artıq yoxdur, amma ən azından nümunə kimi bilin deyə şey deyirəm. Deməli, i-nin qiymətini verəcək bizə 1-dən tutaq ki 3-ə qədər. i bərabərdir 1,3 yazanda i'miz 1, 2 qiymətlərini alır deməkdir. For üçün belə bir qayda var. Forda birinci yazılan ədədi götürür, axırıncını götürmür. Riyazi aralıq olaraq siz riyaziyyatdan aralıqları təyin edə bilirsiniz də. 1 var, məsələn 1-dən 3-ə qədər ədədlər. Bunu ədəd oxunda bura 0 olsa, tutaq ki, bu olurdu 1, bu olurdu qara nöqtə ilə 3 və bunu belə işarələyirdik. Amma 1 daxil olub 3 daxil olmayanda onu biz 1 və 3 kimi işarələyəcəyik, yəni adi mötərizə. Ədəd oxunda da bura məsələn olsun 0, 1 qaradır, 1 daxildir. Bunu işarələdim. 3 artıq daxil deyil. Onu belə deyək, boş hissə qoymalıyıq. 3 və işarələdik. Ədəd oxunda bu aralığın, belə deyək, ədədi aralığın işarələnməsidir. 7-cilər belə bir şey keçibmi? Məncə keçib deyə düşünürəm, dəqiq xatırlamıram. Amma 7-8-lər dəqiq keçibdir. Deməli, i'mizin qiymətləri 1 və 2 oldu. Yəni, bu dövrümüz 2 dəfə gedəcək. Sonra, buradan məsələn belə bir düstur yazaq. S bərabərdir x üstəgəl i. Sonra da p bərabərdir y üstəgəl i. Bunu geri qaytarıram ki, 2 dəfə hərəkət edə bilsin. Birinci dövr. i'mizin qiyməti 1. X üçün də olsun. X-in qiymətlərini verməmişəm. Məsələn, olsun 3, y-in olsun 4. X-imizin qiyməti 3, y-in qiyməti 4. Düşüb hesablayıram düsturu. S-in ilk qiymətində yazırıq. S-in ilk qiyməti 0-dır. Bu formada yazmasaq da olur. Okey, buyur. S bərabərdir x üstəgəl i. X-in qiyməti 3, i-nin qiyməti 1. Olur 4. P bərabərdir y üstəgəl i. Y-in qiyməti 4, i-nin qiyməti 1. Oldu 5. Birinci dövr bitir. İkinci dövr. i'mizin qiyməti artıq 2-dir. S bərabərdir. Burada bu dövrdən ora heç nə qayıtmır. Çünki x-in qiyməti də eynidir. Sadəcə i'lərin qiyməti dəyişir. Ona görə sonuncu dövrdə S və P üçün nə hesablayacamsa, dövrümün nəticəsi o olacaq. S bərabərdir x, x-imiz 3 idi, i'miz 2-dir. Alınır 5. P bərabərdir y-im 4-dür, i 2-dir. Bu da alınır 6. Bu belə, yəni ədəd veriləcək, həmin o ədədə görə də biz şey eləyəcəyik, dövrümüzü hesablayırıq. For dövrümüzün də məqsədi odur. Necə ki biz məktəbdə, sinifdə bu algoritmləri verəndə necə hesablaya biliriksə, bu algoritmlərə əsasən qurulur kodlarda. Yəni mən bunu bilirəmsə, artıq növbəti mərhələ olaraq bunun kodunu da qurmağı bacarmalıyam. Belə. İndi, məsələn, belə bir tapşırıq olsun. 1-dən 13-ə qədər ədədləri çap edin. Bunu biz hələ ki for dövrü ilə edəcək, while-ı daha sonra keçirik. İndi forun sintaksisini yazaq, yəni yazılış qaydasını. Necə ki, Azərbaycan dilində hər sözün düzgün yazılış qaydası və s. varsa, kodların da hər bir operatorunun, funksiyasının düzgün yazılış forması var. For mötərizə açırıq. Int i bərabərdir 1. Int i biz necə ki hesablamalar apararkən int x, nə bilim, string y və s. Bunu ilk öncədən təyin edirdik deyə C++-da. Forun içərisində də int
burada yazacağımız i'nin integer olduğunu deməliyik. Forun daxilində nə float istifadə edə bilirik, nə də ki string. For daxilində bircə integer istifadə olunur. Int i bərabərdir 1, i kiçikdir 13, i plus plus. Mötərizələrimizi açırıq. Necə ki if-də, else-də bu bəzəkli mötərizələr var, burada da olmalıdır. Düzü, belə çox dərindən keçsək, for üçün bu mötərizələr məcburi deyil. Amma ilk öyrənən adam üçün yazmağınız məsləhətdir. Hələ ki yazın, qalan, belə deyək, daha dərindən öyrəndikcə bunları istifadə etməyəcəyik. Deməli, forda nə baş verir? Biz dedik ki, 1-dən 13-ə qədər ədədlər. i bərabərdir 1. Bu oldu aralığımızın, ədədi aralığın birinci hissəsi. i kiçikdir 13. i'lərimiz hara qədər getməlidir, onu göstərir. Kiçikdir 13 olduğu üçün, yəni 13-ə qədər, 13-ün özü daxil deyil. i plus plus isə hər dövrdə 1 irəliləsin deyə yazırıq. i birinci dövrdə 1 idi. Məsələn, mən burada cout i edib onu çap etdim. Növbəti dəfə qaydanda bir adım irəli getməlidir. i plus plus i bərabərdir i üstə gəlsin 1 deməkdir. Yəni, hər dövrdə i'mizin qiymətini 1 vahid artırırıq deməkdir. Bu bizim başlanğıc nöqtəmizdir, bu finişimizdir, son nöqtədir, bu isə bizim addımımızdır. İndi yazaq cout i və endl. Endl yazıram ki, 1-dən 13-ə qədər ədədlər hər birisi ayrı-ayrı sətirlərdə çap olunsun. Baxaq. Nəsə yazmamışam, deyirsən, nə yazmamışam? Aralarında nöqtə virgül. Baxın, burada mən virgül yazmışam. Mənə deyir ki, bəlkə nöqtəli virgülü qoymamısan. İndi baxaq. Baxın, indi düzəldi. 1-dən başladı, 12-yə qədər hər bir ədədimi tək-tək çapa verdi. Bu oldu bizim sadə formada for dövrümüzün, belə deyək, for dövrü ilə ilk sadə bir kod. Sual oluna bilər ki, ay müəllim, bu i bərabərdir i üstə gəl 1 dirsə. Məsələn, bəs mən i bərabərdir i üstə gəlsin 2-ni orada necə göstərim? Bunu biz i plus bərabərdir 2 yazaraq göstərə bilirik. i plus bərabərdir 2 miydi? Məncə səhv hatırlamıramsa. Python'dan qarışdırıram arada, ona görə. Baxın, bu artıq i plus bərabərdir 2. i plus plus i bərabər i üstə gəl 1-ə bərabər oldu. i plus bərabərdir 2 isə i bərabərdir i üstə gəlsin 2 deməkdir. Yəni artıq burada 2 addım gedir. 2 addım gedəndə də avtomatik bizim üçün tək ədədləri çap edir. Birinci 1-i çap etdi, 2 addım irəli getdi, 1 üstə gəldi 2, 3-ü çap etdi, sonra 3-ü çap etdi, yenə 2 addım irəli 5-i çap etdi və s. Amma tək və cütləri biz for dövrü içərisində seçmək üçün if şərt operatorundan istifadə edəcəyik. Məcburdumu desəniz, yox. Sadəcə olaraq biz mürəkkəb kodları işləməyə, məqsədimiz odur da mürəkkəb işlər görək. İndidən biz if-else-ni for içərisində istifadə edə bilsək, mürəkkəb işlərdə də işimiz rahat olacaqdır. Bu bizim ilk nümunəmiz. Bunu ataq qrupa. Deməli. İndi məsələn, yadınızdadırsa biz ilk başlayanda məsələn, bizim PDF-lərimizdə belə bir tapşırıq var idi.
Adınızı 13 dəfə təkrarlayın, nə bilim, filan şeyi 79 dəfə eləyin. İndi biz for dövrünü yazdıq, ədədlərimizi çapa verdik. Burada 1-dən 12-yə qədər 12 dənə ədəd çap olundu. Mən burada i yazmışam, mənim ədədlərimin hamısı i'dir. O səbəbdən tək-tək hər dövrdə bir ədəd çap olundu. İndi mən bu i'ni silib, yerinə informatika yazsam, baxın, yerinə informatika yazsam, həmin ədəd, bayaq çap olunan ədədlər qədər mənim informatika sözüm çap olundu. İndi, məsələn, mən bilmirəm bu informatika sözü nə qədər çap olundusa. Onu bilməyi üçün biz, məsələn, belə edirik də adətən. Nəsə yazanda dəftərdə 1, nə bilim, 2. Biz elə eləyək ki, hər dövrün ədədləri də çap olunsun. Sonra onların arasına belə mötərizə simvolu ataq. Sonra informatika sözü çap olunsun. Yəni 1 informatika, 2 informatika tipli bir nəticə istəyirik ki, ən axırda neçə dənə informatikam olduğunu avtomatik görün. Bunun üçün informatika sözünün önünə mən atıram i'ləri. Niyə? Çünki bayaq i yazanda necə 1-dən 12-yə qədər çap olundusa, bu dəfə də o formada çap olunacaq. Amma bizə bu simvol da lazımdır, mötərizə simvolu. O səbəblə yenə burada tək dırnaq açıram. Tək dırnaq, çünki bu tək bir simvoldur. Tək simvola da biz dəyişən tipi olaraq char demişdik. Karakter. İndi burada nə baş verəcək? Burada i'dən ədədlər gəlir. 1, 2, 3, 12. Burada hər dövr üçün bu mötərizəni çapa verir və hər dövr üçün də informatika sözünü çapa verəcək. Baxın. Baxın. Artıq 1 mötərizə informatika, düz axıra qədər 12 mötərizə informatika. Bu formada biz bildik ki, neçə dənə informatikamız çap olundu. Bunu da nümunə kimi atım sizə. Deməli, indi nə edirsiniz? Nümunələri atmışam. Bunu siz nə edəcəksiniz indi? Burada şey var da. Nümunə tapşırıqlarımız var idi. Onu açım elə. Yox. Example-da idi deyəsən. Deməli, burada for example. Deməli, siz yazırsınız ikinci tapşırığı, 2-ni, sonra 4-ü. 5 addımı ilə çapa verin nə deməkdir desəniz, biz i++ hissəsini i bərabər i üstə gəl 1 olduğunu dedik. Yəni 1 artır. i plus bərabərdir 5 yazsanız 5 artacaq. Yəni bu hissə addımı bildirir. Belə. Sonra deməli siz yazırsınız 2, 4, 6, 8. 2, 4, 6, 8. Deməli, yazırsınız 2, 4, 6, 8. Hamısını tək-tək yazıb mənə atın. Mən də hələ ki videonu dayandırım.